Salam əziz, igid, qəhrəman, bizim 1-ci Qarabağ müharibəsinin qaziləri, bizim qəhrəmanlarımız. Və salam olsun sizə, gələcəyin igid, qəhrəman oğulları. Biz bu günlərim bizim Alpaqut Döyüş Federasiyasının Ağdam rayonu üzrə təşkilatın bizim rəhbəri Kənan müəllimin şagirdləri, tələbələri bu günlərim həmişə olduğu kimi döyüşə getməmişdən öncə, yarışa getməmişdən öncə bizim Xanı Əminin ziyarətinə gəliblər. Və mən istərdim ki, bu tədbirimizi başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi uğrunda öz şirin canlarından keçən igid, qəhrəman, şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutuna yad eləyək. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Amin. Bəli, həmişə Alpaqut Döyüş Federasiyasının idmançıları yarışa getməmişdən öncə bizim igid qəhrəmanımız olan, həmişə də bizim üçün, bütün Azərbaycan üçün igid qəhrəman olan Xanı Əmi onları şəhidlər xiyabanına aparıb, orada şəhidlərimizdən halallıq alıb. O cümlədən bizim Quzanlıda olan 1-ci Qarabağ müharibəsinin şəhidlərini də ziyarət eləyib, sonra yarışa yollanırdılar. Və həmişə onlar yollandıqdan sonra qaydanda zəfərlə qaydırdılar. Çünki bizim igid qəhrəmanımız Xanı Əminin təşəbbüsü ilə həmişə olduğu kimi onlar igid, qəhrəman kimi böyüyüb və bizim xalqımızın həmişə dar günündə onun yanında olurlar. Bu günlərimdə həmin o ənənəyə sadiq qalaraq bu gündə Xanı Əminin ziyarət eləməkdən başlamaqla bu qəhrəman idmançılarımız yarışa yollanacaqlar. Bu günlərin bizim burada Xanı Əminin böyük oğlu, həmişə atasının adın yüksək tutan, uca tutan onun oğlu bu günlərin buradadır. Hüseyin qardaşım. Mən istərdim ki, elə ilk sözü Hüseyin qardaşıma verim. Atası əvəzindən bu gənclərimizə həm xeyir-dua versin, həm də atasının ənənəsini davam elətsin. Bu Hüseyin. Çox sağ olun söz verdiyiniz üçün. Hər birinizə təşəkkür edirəm. Əziyyət çəkib gəlmişsiniz bura qədər. Haqqınızı halal edin hamınız. Sizə uğurlar arzulayıram qardaşlar. Başda Kənan müəllim olmaqla hər birinizə uğurlar arzulayıram. İnşallah zəfərlə gedib zəfərlə qayıdacaqsınız. Mən buna inanıram. Danışacaq başqa bir şey yoxdur. Üzr istəyirəm. Danışında biraz kövrəlirəm. Yəni, yalnız uğurlar arzulaya bilərəm. Başqa heç bir şeyim yoxdur. Sağ olun. Sağ olun. Və bu işin təşəbbüskarı bizim əziz dostumuz, o cümlədən Xanı Əminin ən yaxın sirdaşı Elşən müəllimi dəvət edirəm bura. Bizim komandirimiz.
Hər birinizə öz təşəkkürümü bildirirəm. Bu günləri Ağdam rayon veteranlar təşkilatı bu tədbiri keçirməkdə əsas məqsədimiz Xanı qardaşımızın qoyduğu qayda qanunla biz adət-ənənə ilə biz Ağdam rayon alpaqut döyüş idmançılarını Türkiyə Cumhuriyyətinə göndərdik və orada dünya çempionatında iştirak edəcəklər. Bu çempionat bizim qardaşımız, döyüşçümüz, şəhid qardaşımız Xanı qardaşımızın adı ilə orada başlayacaqlar. Mən ümidvaram ki, keçən dəfəki olduğu kimi bu gün də həmən o nailiyyəti əldə edəcəklər və o kuboku Azərbaycana gətirəcəklər. Və bizim şəhidlərə ömrümüzün sonuna qədər borcumuz odur ki, onların adını yaşatmaq, onları daimica tutmaq, onların qarşısında həmişə biz, onların ruhu qarşısında biz daimi baş əyirik. Onlara həmişə biz duacıyıq. Onlar bizə duacıdır. Onlar cənnəti qazanıbdırlar. Bizim əsas məqsədimiz odur ki, onları daimi yaşatmaq. Şəhidlər ölmür, şəhidlər həmişə yaşayır. Şəhid o vaxt ölür ki, onlar unudulur. Bizdə də Ağdam rayonunda həmişə şəhidlərimiz anılıbdır. Daimi uca tutulubdur. Niyə ki, ilk şəhid verən Ağdam olubdur. 6500-dən yuxarı bizim şəhidlərimiz olub. Qarabağ müharibəsi dövründə. Və Xanı qardaşımız Birinci Qarabağ müharibəsində könüllü olaraq silaha sarılıb vətənin müdafiəsinə, onu işğalçı ermənilərdən azad etmək üçün vətənin müdafiəsinə, onu azad etmək üçün silaha sarılmışdır. Və 2020-yə qədər o vətən üçün istər ehtiyatda olanda, istər xidmətdə olanda həmişə vətən üçün rəy döyünübdür. Vətən üçün hər şey edibdir o. Siyavuş qardaşımızın bir yaxşı sözü var. Şəhidlərin sərdarıdır. Bəli. Niyə ki, Xanı qardaşımız sağkən şəhid idi. Niyə ki, o dəfələrlə yaralansa da o heç vaxt xidmətdən geri qalmadı. Xidmət etdi. Hər birimizə örnək oldu. Hər birimizə nümunə oldu. Və biz həmişə onunla fəxr etmişik. Fəxr edəcəyik. Və onların ailəsinin, övladlarının qarşısında baş əyirəm. Və onun ruhu qarşısında baş əyirəm. Qardaşım, rahat yap. Biz səni heç vaxt unutmayacağıq. Heç vaxt. Və burada Xanı qardaşımın silahdaşları iştirak edir. İdmançılar iştirak edir. Qorxmaz müəllim, sizə təşəkkürümü bildirirəm. Sahib müəllim buradadır. Rahib Məmmədov adına muzeyin rəhbəri. Və şəhid atası, Mehman qardaşımız buradadır. Və bizim jurnalistlərimiz var. Allah sizlərə ömür versin, sağ olun, çox sağ olun ki, bizim şəhidlərimizi unutmursunuz. Və Xanı qardaşımız, Xanı deyiləndə yəni Ağdam demək. Onu biz həmişə, istər o vaxtı, istər bu vaxt. Yəni Xanın adı gələndə Ağdam demək. Tək Xanı Ağdam üçün yox, bütün Respublika üçün qəhrəman bir oğuldur, qəhrəman bir qardaşdır və bizim məsləhət yerimiz olub, sirdaş yerimiz olub. Biz istər Xanıdan böyük olanlar, istər kiçik olanlar həmişə ondan məsləhət almağa gəlmişdir. İstər xidməti dövründə, istər mülki dövründə. Yəni biz heç vaxt səni unutmayacaq qardaş. Məqamın uca, məkanın cənnət olsun. Və hər birinizə öz təşəkkürümü bildirirəm. Kənan qardaşımdakın yenə deyirəm, xahişim odur ki, yəni Xanın adı ilə bu çempionat başlayırsa, deməli, Xanın adına da layiq bura qələbə ilə gəlməlisiniz. Çox sağ olun, minnətdaram hər birinizə. Çox sağ olun. Təşəkkür edirik.